Salam əziz tələbələr, hər birinizi salamlayıram. İkinci mövzumuz olan pedaqoji elmlər sistemi mövzusunu hal-hazırda keçəcəm. Pedaqoji elmlər sistemi pedaqoji elmin bütün sahələrini əhatə edir. 30-cu illərin pedaqogika dərsliyində pedaqogikanın cəmi bir neçə sahəsi göstərilsə də, 50-60-cı illərin dərsliklərində onların sayı 3 qat artmışdı. Müstəqillik qazandığımız hazır şəraitdə pedaqoji elmlər sistemi daha da genişlənmişdi. Günü-gündən genişlənən əhatəli şəbəkə halını alan bu sistemə bunlar daxildir. Deməli, məktəbə qədər pedaqogika, məktəb pedaqogikası, texniki peşə məktəbi pedaqogikası, orta ixtisas məktəbi pedaqogikası, xüsusi pedaqogika, sudra pedaqogika, ümumi pedaqogika, ali məktəb pedaqogikası, müqayisəli pedaqogika, hərbi pedaqogika, istehsalat pedaqogikası, mədəni maarif pedaqogikası, sosial pedaqogika, islah əmək pedaqogikası, humanistlik pedaqogikası, informatika, kibernetika pedaqogikası, antropopedaqogika, konduktiv pedaqogika, feminist pedaqogika, centilmen pedaqogikası, reabilitasiya pedaqogikası və gender pedaqogikası. Ölkəmizdə məktəbə qədər pedaqogikanın yaradıcısı, pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənov hesab olunur. Ağahüseyn müəllim məktəbə qədər dövrü üçün onların bütün mərhələləri üçün səciyyəvi olan elmi pedaqogika metodik istiqamətləri özündə əks etdirən məktəbə qədər pedaqogika sistemi yaratmışdı. O əsərdə məktəb yaşına çatmamış uşaqların fizioloji, psixoloji və pedaqoji əsaslara söykənən inkişafını formalaşmasını sistemə salmış uşaqların təlimi, tərbiyəsi və inkişafı üçün zəruri sayılan tövsiyələrin mərhələlərini və elmi müddəalarını şərhinə nail olmuşdu. Hüseyn Həsənov tərəfindən Respublikamızda ilk dəfə olaraq hazırlanan məktəbə qədər pedaqogika 90-cı illərin sonunda pedaqoji elmlər sisteminin sırasına daxil olmuşdur. Daha sonra məktəb pedaqogikası var. Məktəb pedaqogikası pedaqoji elmlər sistemində ən aparıcı sahələrdən birini özündə əks etdirir. Məktəb pedaqogikası ibtidai sinif, natamam orta, yəni 9-cu sinifləri bitirən natamam orta təhsilli hesab olunur və orta ümumi təhsil məktəblərində təlim, tərbiyə, təhsil və məktəbşünaslıq məsələlərini öyrənir. Bu zaman yeni tipli orta məktəblərdə o cümlədən lisey, gimnaziya, dünya məktəbi məsələlərini təlim, tərbiyə, təhsil və məktəbin idarə olunması kimi məsələlərdə məktəb pedaqogikası müvafiq ardıcılıqla öyrənən sistemlərə daxildir. Daha sonra texniki peşə məktəbi pedaqogikası var. Müxtəlif ixtisaslar üzrə kadr hazırlığı ilə, yəni bənna, suvaxçı, montajçı, elektrik, dərzi, zərgər, musiqiçi, teatr işçisi, klub işçisi, kitabxanaçı, bədii öz fəaliyyət rəhbəri və sair məşğul olan texniki peşə məktəblərində təlim, tərbiyə, təhsil və məktəbşünaslığın əsaslarını sistemə salan pedaqogikanın bu sahəsi Rusiyada daha müfəssəl şəkildə tədqiq olunur. Ölkəmizdə isə texniki peşə məktəbi pedaqogikası üzrə ən geniş tədqiqatlar aparan pedaqoji elmlər doktoru Ziyəddin Orucov olub. Ziyəddin Orucov doktorluq dissertasiyasını da bu sahəyə yeni texniki peşə məktəblərində kadr hazırlığının nəzəri və praktik məsələlərinin həllinə həsr etmişdi. Daha sonra məktəb pedaqogikası. Məktəb pedaqogikası pedaqoji elmlər sistemində ən aparıcı sahələrdən birini özündə əks etdirir. Məktəb pedaqogikası ibtidai sinif, ibtidai məktəb, natamam orta məktəb və orta ümumi təhsil məktəblərində təlim, tərbiyə, təhsil və məktəbşünaslıq məsələlərini öyrənir. Bu zaman yeni tipli orta məktəblərdə lisey, gimnaziya, dünya məktəbi, 21-ci əsr məktəbi, daha sonra müasir tədris müəssisələrində təlim, tərbiyə, təhsil və məktəbin idarə olunması kimi məsələləri də məktəb pedaqogikası müvafiq ardıcılıqla öyrənərək sistemə daxil edir.
Ölkəmizdə məktəb pedaqogikasının yaradıcısı professor Nurəddin Kazımov hesab olunur. Nurəddin Kazımov məktəb pedaqogikasının ilkin ideyalarını Milli Pedaqogika Yollarında adlı monoqrafiyasında irəli sürmüş. 2002-ci ildə isə məktəb pedaqogikası kursunu hazırlayıb, məktəb pedaqogikası adı altında çap etdirmişdi. Pedaqoji proses, təlim, tərbiyə, təhsil və psixoloji, inkişaf kimi 5 əsas kateqoriyanı pedaqoji elmin başlıca kateqoriyaları kimi təqdim edən məktəb pedaqogikası hər bir kateqoriyanın elmi pedaqoji əsaslarını geniş şəkildə işləyib sistemə daxil etmişdi. Davam edirik tələbələr. Orta ixtisas məktəb pedaqogikası ən mühüm sahələrdən biri olan orta ixtisas pedaqogikası hətta inkişaf etmiş ölkələrdə daim diqqət mərkəzində saxlanılır. Amerika və Avropada assosiasiya təhsili adı altında təşkil olunan orta ixtisası təhsili üçün orta ixtisas məktəbi pedaqogikası məzmununda elmi pedaqoji metodik mənbələr hazırlayırlar. Ölkəmizdə də belə mənbələrin yaradılmasına xüsusi ehtiyac var. Çünki respublikamızda yol hərəkətinin təşkili, avtomobillərin istismarı, biznes fəaliyyəti, rabitəçi, tibb bacısı, sinif müəllimi, musiqi müəllimi və sair kimi ixtisasların bir qismi orta ixtisas məktəblərində hazırlandığı halda və pedaqogika kursu tədris olunduğu təqdirdə orta ixtisas pedaqogikasının yaradılmasına zəruri ehtiyac duyulur. Xüsusi pedaqogika bir sıra ədəbiyyatlarda əlahiddə pedaqogikalar adı altında təqdim edilən xüsusi pedaqogikaların bir neçə növü də var. Görmə, eşitmə, nitq, danışma və ağıl qüsurlarına malik olan uşaqların təlimi, tərbiyəsi, təhsili və pedaqoji inkişafını öyrənib sistemə salan pedaqoji elmlər sisteminin bir sıra sahəsi olan xüsusi pedaqogikaların növləri bunlardır. Sudra pedaqogika, tiflo pedaqogika, oliqofren pedaqogika, loqopediya. Sudra pedagogikanın sudra didaktika adlı bölməsi də var. Deməli, sudra pedagogikanın inkişafında Professor Nizami Xudiyev, Fərahim Sadıqov, Akif Abbasov, Səməd Qasımov kimi görkəmli alimlər tərəfindən hazırlanan Azərbaycan dili, ana dili, oxu adlı dərsliklər çar, lal və zəif eşidən uşaqlar üçün ən dəyərli dərsliklər hesab olunsa da, onların tədrisində xüsusi məktəblərdə çalışan müəllim və tərbiyəçilərə istiqamət vermək üçün sudra pedagogikanın yaradılması faydalı olardı. Eyni sözləri tiflo pedagogika və oliqofren pedagogika haqqında da demək olar. Bundan başqa loqopediyanın haqqında da düşünməyin vaxtıdır. Çünki əgər sudra pedagogika çar, lal və zəif eşidən uşaqlar aiddirsə, tiflo pedagogika kör və görmə qabiliyyəti az olan, ağıldan kəm və ya ağıldan zəif olan uşaqların, loqopediya isə nitqində qüsur olan uşaqların təlimi, tərbiyəsi, təhsili və psixofizioloji inkişafını öyrənən və pedaqoji elmlər sistemində yer alan sahələrdir. Yəni bunlar olduqca vacib sahələrdir və bunları öyrənməyə dəyər. Davam edirik ümumi pedaqogika ilə. Ümumi pedaqogika adı altında buraxılan dərslik və dərs vəsaitlərində adətən təlim, tərbiyə və təhsilin ümumi pedaqoji qanun uyğunluqlarına istinad edən əsaslar şərh edilir. Yəni, ümumi pedaqogikada əsasən bu məsələlərdən bəhs olunur. Yeri gəlmişkən deməliyəm ki, Respublikamızda dərc olunan pedaqoji ədəbiyyatın bəzilərində ümumi pedaqogika anlayışına bir tərəfli yanaşılır və hətta bəzən məktəb pedaqogikası ilə eyniləşdirilir. Ümumi pedaqogika anlayışı haqqında qəti hökm verməyin özü düzgün sayıla bilməz. Çünki birinci ona görə ki, istər keçmiş SSR məkanda, istərsə də hazırki dövrdə ölkəmizdə kənarda hazırlanmış ümumi pedaqogika adı altında dərsliklər və dərs vəsaitlərinə demək olar ki, şərti olaraq ümumi pedaqogika adı verilir. Əgər araşdırılan yüzlərlə pedaqogika, ümumi pedaqogika, pedagogikanın əsasları, məktəb pedaqogikası, ali məktəb pedaqogikası, ümumi pedaqogika, pedaqogika adı altında dərslik və dərs vəsaitlərini demək olar ki, hamısında tərbiyə, didaktika və məktəbşünaslıq bölmələri
eynidir. Onlardan birinin şagirdə, digərinin tələbəyə, başqa birinin isə hər ikisinə aid edilməsi həqiqətdirsə, deməli bu adların şərti olması və hətta bəzilərinin nisbi sinonim kimi qəbul edilməsi haqqında mübahisə etməyə dəyməz. İkincisi, təhlil etdiyimiz həmin yüzlərlə müxtəlif adlı pedaqogikaların demək olar ki, hamısında pedaqoji elmlər sistemi adlı yarım fəsil var. Orada aparılan təsnifatların nəzərdən keçirilərkən görürük ki, onların bir qismi ümumi pedagogikanı pedaqoji elmlər sisteminə daxil etmiş, bir qismi onu pedaqoji elmin müstəqil sahəsi kimi təqdim edir. Bir qismi isə pedaqogikaların bir sıra sahələrinin onun tərkibində nəzərdən keçirmişlər. Daha sonra davam edirəm müqayisəli pedaqogika ilə. Elmi pedagogikanın bu sahəsi beynəlxalq miqyasda mövcud olan elmi pedaqogikaların xüsusilə təlim, tərbiyə və təhsil nəzəriyyələrinin öyrənilməsi və müqayisəli şəkildə şərh edilməsi funksiyasını daşıyır. Ümumiyyətlə desək, təlim, tərbiyə və təhsil məsələlərini, habelə problem məsələlərinin müqayisəsi ilə bağlı fundamental tədqiqatların aparılması Azərbaycanlı alim professor Nurəddin Kazımovun adı ilə bağlıdır. O, həm respublikamızda, həm də beynəlxalq miqyasda ilk dəfə olaraq müqayisənin nəzəri və praktik əsaslarını, psixoloji, fizioloji, pedaqoji əsaslarını əhatəli şəkildə tədqiq etmişdir. Hərbi pedaqogika hərbi hissələr, ədliyyə, polis və digər inzibati orqanlar üçün mütəxəssis hazırlayan orta ixtisas və ali məktəblərdə təlim, tərbiyə, təhsilin məzmununu və tədrisin pedaqoji əsaslarını tədqiq edir və sistemə salır. İslahat pedaqogikası müxtəlif tipli fabriklərdə, zavodlarda, birliklərdə, məhdud məsuliyyətli cəmiyyətlərin, MMC-lərin nəzdində fəaliyyət göstərən təşkilat, idarə və sexlərin fəhlələri, texniki işçiləri ilə aparılan tərbiyə işlərinin məzmununu öyrənən pedaqogika istehsalat pedaqogikası adlanır. İstehsalat pedaqogikası həm də göstərilən müəssisələrin rəhbərlərinin fəhlə və texniki işçilərin davranmalarının pedaqoji psixoloji əsaslarını öyrənən bir elmdir. Mədəni maarif pedaqogikası müxtəlif tipli muzeylərdə, məsələn, tarix, diyarşünaslıq, maarif muzeyləri, ayrı-ayrı ictimai, siyasi, xadimlərə əsr olunmuş muzeylər, mədəniyyət saraylarında, teatrlarda, məsələn, kukla teatrlarında, gənclər teatrında, dram teatrında, musiqili, komediya teatrında, opera teatrlarında, kitabxanalarda və digər mədəni maarif müəssisələrində çalışanlara, belə mədəni maarif müəssisələri üçün mütəxəssislər hazırlayan orta ixtisas və ali məktəb tələbələrinə istiqamət verən təlim-tərbiyə işlərinin məzmununu tədqiq edib ümumiləşdirən pedaqogika mədəni maarif pedaqogikası adlanır. Sosial pedaqogika haqqında 20-ci əsrin 50-ci illərinə qədər epizodik qeydlər aparılırdısa, 50-ci illərdən sonra mütəmadi qeydlərin aparıldığı müşahidə olunur. 2000-ci ildən etibarən isə rus pedaqoqları, məsələn, Vasilkova, Tixamirova, Nikitina, Qulxova və başqaları sosial pedaqogika adı altında dəyərli dərs vəsaitləri və monoqrafiyalar çap edir. Hətta sosial pedagogikanın texnologiya və metodikasını özündə əks etdirən kitablar da işıq üzü görür. Sosial pedagogikanı pedaqoji elmlər sistemində şərh edən rus pedaqoqu Kamenski pedagogikanın digər sahələrini də geniş şəkildə şərh etmişdir. Sosial pedaqogika özündə uşaqların və böyüklərin məktəbdən kənar tərbiyə işlərinin nəzəri və praktik əsaslarını birləşdirir. Sosial mühitdə o cümlədən klublarda, maraq kurslarında, gənc texniklər stansiyalarında, uşaqların bədii yaradıcılıq evlərində, idman bazarlarında, musiqi və teatr sənəti studiyalarında uşaqlar və gənclər
bədii, fiziki və texniki yaradıcılıq qabiliyyətlərinə yiyələnir. Bu sahədəki tələbatlarını ödəyir, eyni zamanda asudə vaxtlarını səmərəli keçirirlər. Məhz belə bir şəraitdə sosial pedaqogika üçün geniş üfüqlər açılır. Əgər belə bir sosial şəraitdə tərbiyə işi düzgün qurulursa, uşaqların və böyüklərin məktəbdən kənar məşğulluq səviyyəsi effektiv şəkildə inkişaf edir, cəmiyyətin mədəni səviyyəsinin mənbəyinə çevrilmişdir. İslah əmək pedaqogikası burada törədilən cinayət əməlinə görə həbs olunmuş şəxslərin yenidən tərbiyə olunması üçün pedaqoji və psixoloji yanaşmaların nəzəri və praktik əsaslarının işlənməsi daxildir. Pedaqogikanın bu sahəsi penitensiar müəssisələrin pedaqogikası da adlandırılır. Cəzasını çəkən uşaqların, böyüklərin yenidən tərbiyə olunması üçün İslah əmək pedaqogikasının ayrı-ayrı bölmələri mövcuddur. İslah əmək pedaqogikası hüquqşünaslıq və hüquq elmləri ilə qarşılıqlı əlaqədədir. Humanistlik pedaqogikası Pedagogikanın bu sahəsi 1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarında meydana gəlmişdi. Humanistlik pedagogikası əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə əks etdirmişdi. Qərbdə onun ən fəal nümayəndələri kimi Rogeri, Bart və başqalarını göstərmək olar. Humanistlik pedaqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı istinad xarakteri vermək, təhsildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə prosesinə emosional rəng qatmaqdır. Bu emosionallığın fonunda təmənnasız yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə formaları daxildir. Humanistlik pedaqogikası adından göründüyü kimi qayğılı münasibətin emosional stimullaşdırıcı forması olub, həm təlim, həm tərbiyə, həm də təhsil prosesi üçün şəxsiyyətlər arası münasibətlərin konstruktiv, kommunikativ fəaliyyətlərinin düzgün tənzimlənməsini məqsədə uyğun hesab edir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyini mühüm tərkib hissələrindən biri hesab edilir. Davam edirik. İnformatika, kibernetika pedaqogikası elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nümayəndələrinin informasiya aləminə daxil edilməsi məqsədi ilə yaradılan pedaqogikaya informatika, kibernetika pedaqogikası deyilir. Sonra antropedaqogika insanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesidir. Konduktiv pedaqogika, pedagogikanın bu sahəsi öz fəaliyyətini qüsurlu uşaqların tərbiyəsi ilə bağlı işə yönəldir. Bu sahənin əsas müəllifi Wenger proqramı üzrə alim Petodur. Konduktiv pedaqogika əsas diqqətini tibbi pedaqoji korreksiyaya yönəldir. Məqsəd uşaqların sərbəst aktivliyi və asılılığının olmaması, 6-7 nəfərlik qruplarda məşğələləri tibbi biliklərə, pedaqogikaya, müalicəvi gimnastikaya, psixologiyaya, psixoterapiyaya dair baza biliklərinə malik olan şəxs aparır. Defektologiyaya yaxın sahədir. Daha sonra feminist pedaqogikası Avropada azyaşlı qızların həddi buluğa çatmayan qız uşaqlarının tərbiyəsi ilə məşğul olan pedaqogikadır. Avropada xüsusilə Hollandiyada, Fransada, Almaniyada azyaşlı yeniyetmə və gənc qızların bəzi ictimai qurumların təsiri altında əxlaqa zidd olan hərəkətlərə yol vermələri, əyləncə saatlarında, seanslarda və s. bu kimi mənəviyyatı ləkələyən tədbirlərdə iştirak etmələri ailə övlad tərbiyəsi sayəsində ciddi qüsurlar yaradır. Bunu nəzərə alan mütəxəssislər qızların öz ismətini, ləyaqətini, mənəvi əxlaqi hisslərini qorumağa xidmət edən həyat tərzinə istiqamətləndirməsini və əxlaqa zidd olan ənənələrin zərərli nəticələrini özündə əks etdirən pedaqogika
yəni feminist pedaqogikası yaradılır. Centlmen pedaqogikası deməli, centlmen pedaqogikasında əgər feminist pedaqogikasında qızların əsasən mənəvi əxlaqi normalarının saflaşdırılmasına xidmət edirsə, centlmen pedaqogikasında da oğlanların əsasən əxlaqi, mənəvi normalarının saflaşdırılmasına xidmət edir. Yəni eyni mənanı sadəcə əks cinsə aid yəni özündə ehtiva edir. Reabilitasiya pedaqogikası. Reabilitasiya təşəkkül, bərpa, əmələ gəlmə mənasını verir. Xəstə, çətin öyrədilən, çətin tərbiyə olunan uşaq və yeniyetmənin hərəkətlərinin emosional vəziyyətlərinin məzmununu açıqlayır. Bərpa pedaqogikası uşaqların intellektual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Bunun üçün reabilitasiya, bərpa pedaqogikası uşaqların normal inkişafına mane olan ünsürlərin aradan qaldırılması ilə yanaşı normal mexanizmlərin bərpa edilməsini qarşıya əsas vəzifə kimi qoyur. Gender pedaqogikası pedaqogikanın yeni bir sahəsi olan gender pedaqogikasının əsas məqsədi cinsindən asılı olaraq şəxsiyyətin potensial inkişafını təmin etmək, pedaqoji qaydaları göstərməklə oğlan və qızların qarşılıqlı əlaqəsi fonunda onların bacarıqlarının ortaya çıxarılması üçün şəraitin yaradılmasına nail olmaqdır. Bu qədər əziz tələbələr, bununla bugünkü, yəni ikinci dərs mövzumuz da yekunlaşmış sayılır. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun.